Bugünkü mövzu İmadəddin Nəsiminin Sığmazam qəzəlidir. Sığmazam qəzəlində nələrə diqqət yetirməliyik? Bilirik ki, Sığmazam qəzəlində həm forma xüsusiyyətləri, həm də məzmun xüsusiyyətləri var və bugün çalışacağam ki, sizin üçün faydalı bir video olsun və faydalana biləsiniz. Beləliklə başlayaq Sığmazam qəzəlindən. Sığmazam qəzəli qəzəl janrındadır. Yəni onun forma xüsusiyyətlərindən başlayaq. Qəzəl janrındadır, lirik növdədir, əruz vəznindədir, rəcəz bəhrindədir, rəcəz bəhri. Baxın, həzət yox, bəzən bunu bəzən səhv salırlar, rəcəz əvəzinə bəzən həzət deyirlər. Belə bir əlaqələndirmə eləyim, ümid edirəm ki, bu sizin üçün fayda olar. Sığmazam qəzəlinlə bərabər bilirik ki, imtahana İmadəddin Nəsiminin Ağrımaz qəzəli də düşür. Fərq nədən ibarətdir? Yəni forma xüsusiyyətlərində əsasən, yəni o da qəzəl janrındadır, lirik növdədir, əruz vəznindədir. Sadəcə olaraq Ağrımaz qəzəli rəməl bəhrindədir, r ilə başlayır. Sığmazam qəzəli də rəcəz bəhrindədir, o da r ilə başlayır. Yəni səhvən onu həzətlə dəyişik salmayın, yəni sığmazamı. İmtahana iki qəzəlini, yəni beytlər formasında, daha digərlərinə baxanda daha geniş formada bilirik ki, bir sığmazam, bir də ağrımaz düşür. Hər ikisinin də bəhri r ilə başlayır. Yəni sığmazam rəcəzdir, ağrımaz da rəməl bəhrindədir. Şeir vahidi Sığmazam qəzəlində də beyt formasındadır. 9 beytdən ibarətdir. Ümumiyyətlə kitabda verilən beytlərin sayı 9-dur. Orijinalında isə 15 beytdən ibarətdir. Şeir şəkli ikilikdir. Qafiyə quruluşu AA, BA, CA formasındadır. Bunu inşallah forma xüsusiyyətlərini deyib, məzmun xüsusiyyətlərinə keçdiyimiz zaman, həmin beytləri bir-bir izah etdiyim zaman üstündə göstərəcəyim. Qafiyə quruluşunu da qeyd etdik. Bu Sığmazam qəzəlinin əsasən forma xüsusiyyətləridir. Yəni bilirik ki, orada ərəf-əfvar sözləri çoxdur, bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə istifadə olunubdur. Həmçinin biz onu oxuduğumuz zaman görürük ki, lirik qəhrəmanın monoloqu təsirini bağışlayır. Lirik qəhrəman kimdir bəs? Lirik qəhrəman ilə Nəsiminin özüdür. Mövzusu isə hürufilikdir, yəni təriqət şeirlərindəndir. Və biz şeiri oxuyanda görürük ki, daha doğrusu qəzəli oxuyanda görürük ki, lirik qəhrəman qətiyyətlidir, fikirlərinin doğru olduğuna əmindir, söylədiklərini hökm şəklində dilə gətirir. Yəni tərəddüd eləmir, tərəddüdlü şəkildə demir, hökm şəklində dilə gətirir, qətiyyətlidir. Həmçinin ümumiyyətlə yaradıcılığından bizə məlumdur ki, təkcə təriqət mövzusunda şeirləri olmayıb İmadəddin Nəsiminin, eyni zamanda dünyəvi şeirlər də var. Sadəcə olaraq o hürufiliyi təbliğ edir, Sığmazam qəzəlində hürufiliyi təbliğ edir. Yəni mövzusu hürufilikdir, ideyası isə hürufiliyin təbliğidir, bilirik ki, qəzəldə. Əslində bu İmadəddin Nəsiminin hürufilik görüşünü əks elətdirir. Bir eyni zamanda forma və məzmunu daha yaxşı mənimsəmək üçün, yəni qəzəl janrında olması yenə qeyd edirəm. Qəzəl janrındadır, lirik növdədir, əruz vəznindədir, rəzəc bəhrindədir, şeir vahidi beytdir, şeir şəkli ikilikdir. Qafiyə quruluşu isə yəni qəzəl olduğuna görə ilk beytin hər iki misrası eyni qafiyələnir, yəni AA şəklində. Digər beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra isə şeirin mətlə beyti ilə, yəni ilk beyti ilə həm qafiyə olur. Forma xüsusiyyətləri. Ümumiyyətlə məzmun və forma xüsusiyyətində bəzən çətinlik çəkə bilərsiniz və yaxud da ki, əslində o qədər də çətin deyil, sadəcə nümunə üçün göstərmək istədim ki, məzmun və forma deyəndə bunu necə fərqləndirərik? Məzmun odur ki, yəni onu baxanda görə bilmirik. Amma formanı baxanda görə bilirik. Bunun üçün bir neçə nümunə gətirə bilərdik. Mən zərf formasından, yəni məktub formasından istifadə edirik. Burada forma dedikdə məsələn, nümunə olaraq zərf göstərilibdir. Zərfin rənginin yaşlı rəngdə olması, formasının düzbucaqlı olması üçün biz onun içini açıb baxmağa ehtiyac yoxdur. Yəni üzünə baxanda görürük. Əgər üzünə baxanda görəcəyimiz bir şeydirsə də, bu olur onun forması. Yox. Amma biz bilmirik ki, bu zərfin içində, məktubun içində nədən söhbət gedir. Yəni məzmunu nədir, onu bilmirik. Açmayana dək onun nədən söhbət getdiyini bilə bilmərik. Yəni açıb oxumayana dək. Və zərf açılır, məzmunu oxuyuruq. Məsələn, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununa əsasən həqiqi hərbi xidmətə çağırılırsınız. Yəni hərbi xidmətə çağırış barədə məzmun olduğunu görürük.
məktub olduğunu görürük daha doğrusu. Artıq bu onun məzmunudur. Yəni məzmun fərqli də ola bilər. Hal əhval soruşmaq mənasında, hansısa da yəni məsələ ilə əlaqədar da ola bilər. Yəni biz o məktubu açmayana-dək, onu açıb içini oxumayana-dək onun məzmununu bilə bilmərik. Amma formasının üzünə baxanda bilirik. Yəni qəzəldə də belədir, əsərdə də belədir. Biz qəzələ baxanda onun forma xüsusiyyətlərini görürük. Məsələn, lirik növdə olduğunu görə bilirik, qafiyə quruluşunu görə bilirik, şeir şəklini görə bilirik. Amma məzmunda elə deyil. Məzmunu bilmək üçün biz həmin qəzəli oxumalıyıq. Oxumalıyıq ki, orada nədən söhbət getdiyini bilək. İndi isə keçək ətraflı şəkildə çalışacağam ki, məzmunu izah eləyək. Yəni hər beytin açıqlamasını izah eləyək. Davam edirik beytlərin izahına. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ila məkan mənəm, kövnü məkana sığmazam. Birinci beytdə sığmazam. Hər iki yəni misranın sonunda gələn sözlər həm qafiyə olduğuna görə biz bunu A formasında qeyd edirik. Yəni A şəklində qafiyə. Həm də burada sığmazam rədifdir. Rədif olduğunu hardan bilirik? Çünki özündən əvvəl gələn sözlər cahanə sözü, məkanə sözü, bu sözlər həm qafiyədir. Və qəzəlin ilk, A çox uzun getdi. Qəzəlin ilk beyti A formasında qafiyələnir. A. Digərləri isə B, A formasında. C, A formasında və s. Niyə? Çünki, məsələn, əşlə fərşi kafinun məndə bulundu cümlə üçün, kəs sözünü və əpsəm ol, şəhri bəyanə sığmazam. Çün, məkana və çün sığmazam, bununla uyğun deyil. Yəni, qafiyə quruluşu uyğun olmadığına görə bunu B ilə sığmazam. İkinci beytin ikinci misrasındakı sığmazam. Birinci beytin hər iki misrası ilə eyni olduğuna görə A hərfi ilə qeyd edirik. Sığmazam dedik ki, rədif olduğunu necə bilirik, müəyyənləşdiririk. Əgər rədifdirsə, ümumiyyətlə verilən lirik növdə olan əsər beytlər şəklindədirsə, bütün misralarda təkrarlanan söz, misralarda yox, daha doğrusu bütün beytlərdə təkrarlanan söz olmalıdır. Yəni, burada olduğu kimi və eyni zamanda da həmin təkrarlanan sözdən əvvəl gələn sözlər həm qafiyə olmalıdır. Sığmazamdan əvvəl cəhanə, məkanə qafiyə olduğuna görə biz bunu rədif götürmürük. Ona görə sığmazam rədifdir ki, digər beytlərdəki bütün sığmazamlardan əvvəl gələn söz, məsələn, bəyanə sözü, məkanə, cəhanə həm qafiyədir, nişanə sözü, bəyanə, məkanə, cəhanə hamısı həm qafiyədir. Eyni zamanda cümanə, kanə, bəyanə, dəhanə, rəvanə, şanə. Hər biri bir-birinlə həm qafiyə olduğuna görə ondan sonra gələn təkrarlanan sözə rədif deyirik. Əgər yenə də təkrarlanan söz sığmazam hamısında bütün beytlərdə olsaydı, amma ondan əvvəl gələn sözlər bütün sözlər bir-biri ilə həm qafiyə olmasaydı, biz ona rədif deyə bilməzdik. Həmçinin bilirik ki, qəzəl rədif əsasında adlandırılır. Birinci beytdə nə demək istəyir? Deyir, iki cahan, maddi və mənəvi aləm məndə sığar, amma mən bu cahana sığmazam. Burada mübaliğədən istifadə olunubdur. Gövhər la məkan mənəm, kövnü məkana sığmaram. Yəni, gövhərsiz məkan mənəm, amma varlığa və məkana sığmazam. Əşlə fərşi kafinun. Əş nə deməkdir? Göy. Yer və göy. Kafinun, yəni bunların hamısı məndə var oldu. Kafinun var olmaq deməkdir. Və deyir ki, kəs səsini və lal ol, şərhə və bəyana sığmaram. Ümumiyyətlə, sığmazam qəzəlində Nəsimi yalnız mən deməklə özünü nəzərdə tutmur. Burada bütün insanlar nəzərdə tutulur və insanlar ilahi mərtəbəyə qaldırılır. Yəni, sanki Allahla eyniləşdirilir. Kövnü məkandır ayətim, zat-ı dürür bidayətim. Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Burada nə demək istəyir? Varlıq və yer əlamətimdir. Başlanğıcım varlığın sahib olan zat ilə bağlıdır. Sən məni bu nişanla tanı və bil ki, mən bu nişana sığmıram. Kimsə güman zənn ilə olmadı həqqi ilə biliş. Həqqi bilən bilir ki, mən zənni gümanə sığmazam.
Burada da demək istəyir ki, heç kimsə güman və zənn ilə haqqı bilib tanımadı və haqqı bilən də bilir ki, mən gümana və zənnə sığmayacağam. Gənc nihan mənəm mənuş, eyni əyyan mənəm mənuş, gövhər ikan mənəm mənuş, bəhrə bükanə sığmazam. Gənc nihan nə deməkdir? Ümumiyyətlə, gənc xəzinə, nihan gizli deməkdir. Deyək, gizli xəzinə mənəm və görünənin gözü mənəm, mədənin gövhəri mənəm, mən də dənizə və mədənə sığmaram. Təzaddan istifadə olunubdur. Zərrə mənəm, həmçinin burada mənəm mənuş daxili qafiyədir. Yəni, sığmazam qəzəlində daxili qafiyədən istifadə olunubdur. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncişeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zərrə mənəm, günəş mənəm, 4, 5, 6 mənəm. 4 burada hava, su, ot, torpaq nəzərdə tutulur. 5 duyğu, yəni dad bilmədir, görmədir və s. bunlar nəzərdə tutulur. 6 isə cəhətlərdir. 6-da isə cəhətlər nəzərdə tutulur. Məsələn, duyğuda dad bilmədir, iyi bilmədir, eşitmədir və s. Cəhətlərdə isə sağ, sol, irəli, geri, aşağı, yuxarı bunlar nəzərdə tutulur. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Yenə daxili qafiyə var. Daxili qafiyə bilirik ki, daxildə eyni yerdə olmalıdır. Sifat ilə, nəbat ilə. Şeirdə, qəzəldə bu iki beytdə daxili qafiyəni görürük. Bir mən, mənuş, bir də sifat ilə, nəbat ilə. Burada nə demək istəyir? Deyir ki, sifətlərlə birlikdə zat iləyəm, bərat gecəsi ilə birlikdə qədr gecəsiyəm. Yəni, əslində, Ramazan ayından əvvəlki Şaban ayının 15-ci gecəsi bərat gecəsidir. Həmin vaxtı insanların günahları bağışlanır və Ramazan ayının 27-ci gecəsində isə Quran nazil olur, yəni göydən yerə enir. Bu, yəni beytdə qədr gecəsi ilə bərat gecəsi də toxunulubdur. Daha sonra deyir ki, gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Yəni, şəkər bitkisi ilə deyir, gül mürəbbəsiyəm və qapalı ağıza sığmaram. Onu demək istəyir. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həm şəkər mənəm. Ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam. Şəms günəş mənəm, ay mənəm, bal ilə şəkər mənəm. Axıcı ruh bağışlaram, ruhi rəvan axıcı ruhdur. Amma deyir, axıcı ruha sığmaram. Gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bundan uludur ayətim, ayət-i şanə sığmazam. Demək istəyir ki, bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, ümumiyyətlə bunlar tayfa adlarıdır. Əlamətim bundan uludur, əlamətə və şanə sığmaram. Oxuyanda nəyə diqqət eləmək lazımdır? Ümumiyyətlə, qəzəli biraz tez-tez dedim, ifadə elədim ki, həm də çox vaxt getməyini istəmirəm. Qısa vaxt ərzində çalışdım ki, izah eləyim. Diqqət edin, daxili qafiyədən istifadə olunubdur. Təzad var, mübaliğə var. Eyni zamanda sonuncu məktəb beytdə lirik qəhrəman adını, yəni Nəsimin adına rast gəlsək də, Nəsimiyə müraciət yoxdur. Gərçi bugün Nəsimiyəm, Haşimiyəm, burada Nəsimiyə müraciət yoxdur. Amma Ağrımaz qəzəlində sonuncu beytdə müraciət var, amma yenə də Nəsimiyə müraciət deyir. Ey murdar sallaqlar var, ağırmazam. Orada yəni qəssablara müraciət eləyir Ağırmazam qəzəlində. Amma Nəsimiyə müraciət yoxdur. Yəni sonda şair adını çəksə də özünə müraciət etməyibdir. Qeyd etdiyimiz kimi Sığmazam qəzəli lirik növdədir, əruz vəznindədir, rəcəz bəhrindədir. Orijinalda əslində 15 beytdən ibarətdir, amma 9 beytdən, kitabda 9 beyt verilibdir. Bir də yadınızda saxlayın ki, burada məndə sığar 2 cahan deyəndə bir bu yaşadığımız dünya nəzərdə tutulur, hal-hazırda yaşadığımız dünya, bir də axirət nəzərdə tutulur. Və burada ikən deyil, ikədir. Əslində bu mübahisəli mövzudur. Universitetdə qeyd edirlər ki, ümumiyyətlə Nəsimin əsərini tədqiq edənlər qeyd edir ki, orada onun əsərində 2 rəqəmindən istifadə olunmuyubdur, amma məktəb dərsliyində biz bunu 2 kimi götürməliyik. Yəni imtahanda biz bunu 2 kimi, yəni 2 cahan maddi və mənəvi aləm nəzərdə tutulur. Bu qədər ümid edirəm ki, sizin üçün faydalı olar.